Belə olur ki, biz dünya ilə həddindən artıq məşğul olanda, gündə 5 dəfə namaz vaxtı gələndə diqqətimiz dağılır. Dünya bizi elə məşğul edir ki, azan oxunanda deyirik, hə, dayan, getməliyəm namaz qılmağa. Adətən son ana qədər gözləyirik. İnsanlar soruşur, qardaş, nə vaxt bitir? Niyə namaz nə vaxt başlayır deyə soruşmursun? Niyə sonunu soruşursan? Çünki deyirik, son saniyə qədər gözləyim, çox məşğulam. Deyirəm, əlhəmdülillah, heç olmasa namaz qılırsan, amma niyə başlanğıcını düşünmürük? Namazın əvvəli hər şeydir. Əgər namazın əvvəlində vaxt versən, Allah qalan hər şeyi asan edər. İşin asan gedər, bəla azalar. İnanın, elə biləcəyiniz o çətin danışıqlar belə asanlaşar. Vaxtında namaz qılarsan, qarşı tərəf asanlıqla imza atar və deyərsən. Bu qədər asan idi. Allah buyurur, sən mənə bir addım attın, mən sənin üçün asan etdim. Amma biz nə edirik? Diqqətimiz dağınıqdır. Namaz vaxtı gəlir, amma mən fikrimlə başqa yerdəyəm. Qiyamdayam, amma beynim portfelimdədir. Rükuya gedirəm, deyirəm, filan kəsə zəng etməliyəm. Səcdəyə gedirəm, başqa bir işi xatırlayıram. Namazı bitirəndə nə oxuduğumu da elə xatırlamıram. Çünki dünya bizi yayındırır. Namazda dünya diqqəti yayındıran olur. Mən dünyaya o qədər vurğunam ki, namaz gələndə biraz hörmət əlaməti olaraq dayanıb qılıram, amma ürəyimin yarısı yenə dünyadadır. Təsəvvür edin, kiminləsə maraqlı söhbətdəsiniz. Biri gəlib çiyninizə toxunur. Qardaş, sualım var, deyirsiniz, buyur. Amma fikriniz hələ də əvvəlki söhbətdədir. Qarşıdakına yarım diqqət verirsiniz. Bizim namazımız da çox vaxt belədir. Allah buyurur ki, çoxluq sizi yayındırdı, ta qəbrə girənə qədər. İslam gözəl bir dindir, qardaş və bacılar. Namaz onun simvoludur. İmam Hüseyn əleyhissalam Aşura gecəsi dua edir, namaz qılır, Allahdan mərhəmət diləyirdi. Bu bizim qəlbimizdə əks səda tapmalıdır. Əgər namaz qılmırıqsa, qılmalıyıq. Qılırıqsa, Allaha daha da yaxınlaşmalıyıq. Deyə bilərsən, necə diqqətimi cəmliyim? Namazdan əvvəl gün ərzində Allahın nemətlərini düşünməklə, onun mərhəmətini xatırlamaqla, şükr etməklə. O zaman namaz susuz insan üçün su kimi olar. Namaz vaxtını səbirsizliklə gözləyərsən. Azan vaxtı gələndə sevgili qapını açır və deyir, gəl, mənimlə danış, sənə öz hüzuruma giriş icazəsi verdim. O zaman dünya diqqəti yayındıran olar, mərkəz isə namaz olar. Əgər diqqətimiz güclü olsa, telefonumuzu söndürərik, qapını bağlayarıq və deyərik, məni narahat etməyin, çox mühüm bir işim var. Bu namazın gücüdür. Peyğəmbər və imamlarımız bunu o səviyyə çatdırmışdılar ki, təkcə gecə namazı qılmırdılar. Hətta döyüş günü, oxlar atılarkən, nizələr atılarkən, qılınclar üzərlərinə gələrkən belə namazın içindəydilər. Bu simvoldur. Kərbəla şəhidləri ilə heç nə müqayisə oluna bilməz. Bir ailənin qətliyamı edilməsi bir şeydir. Ordunun gəlib hər şeyi tapdalaması başqa bir şeydir. Amma düşmən hücum edərkən, sən müdafiə oluna, üzünü Allaha tutub, Allahım, səni sevirəm, sənin yolunda hər şey verməyə hazıram demək, bu tamam başqa bir məqamdır. Bu o qədər güclü bir hərəkətdir ki, bizim içimizdə əks səda doğurmalıdır.